Aziz şəhid analarımız, əziz qonaqlarımız, xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Bugün biz Qubad Əliyevin bu otağını yaratmaqda, biz bu gələcək şagirdlərimizə bunu aşılayırıq ki, yəni bizim vətənimizin belə qəhrəman oğulları var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Öz qanları, öz canlarını fəda ediblər. Otağımız uğrunda, vətənimiz uğrunda. Bizim şəhidlərimizə biz bunu belə şagirdlərimizə bunu aşılayırıq ki, yəni siz də gələcəkdə bizim vətənimizi qoruyacaqsınız. Oğul övladlarımıza xüsusilə. Yəni siz də bu cür qəhrəman olun, siz də vətəni belə sevin, siz də ananı sevin, torpağı sevmək lazımdır, dövlətimizi sevmək lazımdır. Yəni hər bir şəhidimiz bizim üçün doğmadır, əzizdir. Biz heç bir şəhidi ayırmırıq. Hamısı bizimdir. Tək sizin yox, eyləmamız. Bizim də şəhidimizdir, bizim də qardaşımızdır. Cəm şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Yəni bu otaq həmişəlik yadda qalan xatirə. Bu uşaqları yola salandan sonra sonraki şagirdlər də gələndə biləcək ki, bizim belə vətənpərvər oğullarımız olub. Tək bizim sinifdə deyil, bütün məktəbimizin içərisində şəhidlərimiz çoxdur, şəhid uşaqlarımız. Yəni bunlar əbədi olaraq, həmişəlik olaraq heç vaxt unudulmur. Bunlar qızıl hərflərlə tarixə yazılıb, adlanır. Allah onların məkanını cənnət eləsin, ruhları şad olsun. Bugün onların ruhu şaddır, yəqin ki, biz onları belə yad edirik, əzizləyirik. Həmişə də borcumuzdur ki, bunu yerinə yetirik. Mən də özümə azacıq da olsa bunu rəva bildim. Yəni, bunu yerinə yetirmək üçün çalışdım ki, əlimdən gələni eləyim ki, yəni qoy Qubad Əliyevimizin, bütün şəhidlərimizin ayırmıram, hamısının ruhu şad olsun. Yəni, onun bugün yəqin ki, ruhu şaddır ki, bütün şəhid analarıdır var. Allah bir daha rəhmət eləsin. Allah sizlərə səbir versin, sizlərə can sağlığı versin. Bizim heyecanımız buradadır, qubbatımız buradadır. Bizim Qubad balamızın yadigarlarıdır. Özündən sonra dünyaya gələn Qubadımız, Elcanımız, Allah sizi qorusun. Siz atanızın adını həmişə uca tutacaqsınız da inşallah. Atanızın adına layiq övladlar olun.